170 funt çəkiyə fokuslanmışıq. Çünki mən öz məhkəmə söz vermişəm. Bu hədəfə doğru gedirik. Bizim hədəf reytingdə qalxmaq, titul döyüşünə çıxmaq, titulu götürməkdir. Yalnız bundan sonra çəkidə qalxmaq haqqında düşünmək olar. Aşağı çəkiyə düşə bilmərəm. Çünki orada mənim dostum, qardaşım döyüşür. Əgər o aşağı düşsə, mən onun divizionuna gedə bilərəm. Lee ilə döyüş onun tam qayıdışını təsdiqləsə də, Gilbert Burns isə 2022-ci il aprel döyüşü onu elitanın arasına saldı. Bu ilk dəfə idi ki, Hype UFC elitasının sərt reallığı ilə toqquşurdu. Good by a man like Gilbert. Good by a man like Gilbert.